Salam dostlar, kanalıma hoş geldiniz. Bugünləri nəhayət ki sizlərə bir video çəkə bilirəm. Uzun müddətdir ki ortalıqda yox idim. Bunun səbəbi çox yorğun və universitetin dərsləri ilə bərabər məşğul olmağım idi. Həqiqətən başqa işlərlə məşğul olduğumdan heç cürə alındıra bilmirdim. Mən də istəyirdim ki, həmişə rahat bir şəkildə video çəkim sizlərə atım. Ona görə artıq yay tətilindəyik dostlar. Bəli. Winner. Bəli dostlar, bu günlər sizlərlə birlikdə çox maraqlı bir video ilə qarşınızdayam. Yəni bu videonu həqiqətən kanala açdığımdan bəri çəkməyi düşünürdüm və artıq nəhayət ki sizlərə otağımı tanıtmağa gəlmişəm. Bəli. Düzgün eşitdiniz. Bu günləri otaq turu çəkirik. Sizlərə otağımdakı bütün hissələri yavaş-yavaş göstərəcəm. Ümid edirəm sizin üçün də maraqlı və yaxşı bir video olar. O zaman videoya keçək. Bəli dostlar, otağıma girən kimi burada məni yatağım qarşılayır. Bəli. Və burada məni tablom qarşılayır. Sizləri də qarşılayır. Bəli dostlar, yatağım bu cür çəhrayı və bənövşəyi tonlardadır. Burada da sizi Lotso qarşılayır. Strawberry Bee. Onu çox istəyirəm. Yəni onunla bərabər burada silip edirik. Kalp şəkillidir, ürək. Və aboy da belə çiçəklidir. Yəni özüm seçmişəm və əslində əvvəllər mənim elə bil otağım fərqli idi. Daha çox çəhrayı tonlarda və yəni mebel tamamilə fərqli idi. Keçən il dəyişdirdim onu, keçən yay və artıq belə eləməyə qərar verdim. Yəni çünki o daha çox uşaq stili qalırdı və mən də getdikcə yəni böyüyürəm. Ona görə dəyişiklik oldu. Deməli burada mənim balacalıq şəkillərim var, əziz dostlar. Burada Şirekdən qorxduğum şəkil. Əlimdə də Pepem var bu arada. Çox şirin şəkildir. Burada əlifba olduğum şəkil görürsünüz. Queen, diva, lider. Burada yenə əlimdə Pepe, Gül bayramından. Çox gözəl yandığım fotom. Daha sonra burada 1-ci sinifin ilk günü Qariban Milla fotosu. Görürsünüz də necə həyəcanlıyamsa və neçə saat yəni yatmamışam. Bəli. Burada lap körpəlik fotom var, əziz dostlar. Çox balacıyam. Bəli. Gözlərim eyni qalıb. Burada indi mənim tombik olan vaxtlarımdır da. Bu mənim favori şəklim, ad günümdən, 1 yaşımdan. Çox sevirəm bu şəkli. Prenses olmuşam onda da. Burada kapitan Jack Sparrow. Kapitanla şəklim, görürsünüz də pozlara gəl. Hələ Kitty makyajı da elətdirmişəm, yəni dəhşətli vəhşət. Da yenə körpəlik şəklim. Balaca mən. Çox qəşəng şəkil bu, çox istəyirəm. Mənzərəli şəklim. Burada şu böyürəm də, yəni piyasadayız. Burada Barcelona, bu kitabdan çıxıb bu arada bu plakat. Burada Barcelona, Galatasaray, azərkeş olduğum
klublar. Bunlar əslində yolka oyuncağıdır, lakin belə taxmışam çünki ikisini çox istəyirəm. Bu da var. Şəklim, dostlar, çox gözəl düşmüşəm. Şəxsiyyət vəsiqəsində belə düşmürəm yəni. Bir ədəd Messi, ümid edirəm 2026-da, yəni 2022 kimi olar. Dünən Fransa-İspaniya oyunu var idi. Və İspaniya utdu. Ümid edirəm bu gün də Argentina udar. Da Harry Potter da sizə göstərim. Yenə Harry Potterlı. Stranger Things var, əlbəttə. Ona aid belə bir vlog tapmadım deyə sadəcə təkcə qalıb yazıq, dışlamışıq onu. Mənim cancıgərlərim var, görürsüz də. Blackpink. Yenə Blackpink. As If It's Your Last eranı sevdiyim, yəni buradan bəllidir məncə. Yəni 3 dənə şəkil, 3-ü də o eradandır. Çox istəyirəm yəni. Düzü o vaxtlar mən Blink deyil idim. Sonradan 2019-18 orada oldum. Amma çox sevirəm də, yəni best gold eradır. Bu şəkilləri də çox qəşəngdir. Əsl sözün mənasında Blackpink. Ondan sonra burada da var. Bunun biraz burası kardonu yeli. Bunu mən kabroya taxmışdım ona görə. Bunun digər tərəfində də BTS var, amma mən əlbəttə Blackpink taxıram. Və bunu da təzə almışam. Bunun ikinci tayda açarımın yanındadır. Peri, Selena. İndi keçək digər tərəfə. Lotso onaylandı. Burada paltarlarımın olduğu şkaf var. Cidden çox böyükdür. Əvvəllər məsələn şkafım buradaydı. Dediyim kimi çəhrayılı mobilyamda, amma bu daha böyük olduğuna görə, daha əlverişli olduğuna görə, yəni orada sığmadı, ona görə bura qoymuşuq. İndi isə burada da makyaj deyək də, makyaj masası deyə. Çox qəşəngdir bura. Yəni hər tərəf qəşəng olsa da tərifləmək kimi olmasın. Burada ilk olaraq mən makyaj qabımla rastlaşırsınız. Yenə Lotso, yenə mən. Və buna baxın, qırıq qəlb yəni burada. Mənə də görürsünüz orada. Bu arada ayıcıq da sizi salamlayır. Bu ayıcıq çox sevirəm. Bunlar da anamın broşkalarıdır. Çox gözəl bəzəyib ayıcığımızı. Nələr var? Makyaj malzemələrinə gələk. Bu mənim fırçamdır. Çox qəşəngdir. Baxın, Allah, pəmbəli. Yəni hər şeyin pəmbə olmalıdır. Burada ice cream qabı var. Amma içində bilin bakalım nə var? Sponcum var. Görürsünüz, bənövşəydir. Yəni sevdiyim tonlarda bir şeylər alanda o qədər sevinirəm ki. Və bu çox kreativdir, yəni çox da əlverişlidir. Bunu həm qoyuram belə, həm də bu cür istifadə edirəm. Bəli dostlar, burada da sizə lip balmlarımı göstərəcəyəm. Burada favori, bunu H&M-də hədiyyə vermişlər. Çox istəyirəm də, yəni bunu çox qəşəng parıldatıcı verir. Sonra belə bir lip balm var. Bu da kokonatlıydı. Deyəsən, kokonatlıdır. Sonra bunu da ən sevdiyim Cherry Shine. Bunu çox istifadə edirəm. Yəni indi belə istifadə etmişəm. Rəngi çox qəşəngdir. Lux Visage'ın burada Miracle Care. Bunu da çox sevirəm. Göstərim. Və burada da Nivea'nın bacısı, o birisi Pearly Shine var. Bu daha çox parıldatıcı və açıqdır. Digəri isə bundan daha tündür. İkisini də yəni favoriləyirəm. Faberlic'in maskarası var. Bəzən istifadə edirəm, bəzən istifadə eləmirəm. Daha sonra burada BB krem var. Bunu da bəzən istifadə edirəm. Yəni ara sıra istifadə edirəm. Bu arada tonalim bunun içində deyil, başqa bir rəfdədir. Ona görə şu an göstərmirəm. Bir də pudramı Top Face bunu göstərirəm. Qaşı düzənləyici belə. O da karanaşı və digəri də eyeliner. Amma mən eyeliner çəkmirəm əziz dostlar, çünki bacarmıram. Ona görə bunu məsələn gözümün altına çəkirəm, göz karandaşı olaraq istifadə edirəm və çox da kişiyə yaraşır. Burada bir də Smoke Show tenim, göz tenləri. Bir də burada güzgümüz var. Bunu unutdum sizə göstərməyə. Daha çox qara, boz, bu tonlarda, yəni dark make-up sevənlər üçün və mən də özümə dark make-up çox yaraşdırıram. Çünki gerçəkdən də yəni gözlərim belə böyükdür deyə, həm də özümdə çox istəyirəm deyə çox qəşəng yaraşır. Və bunlar da bu tonlardır. Amma özümə bu aralar açıq rəngdə də bir şeylər almağı düşünürəm. Mesela bu. Bunu çok severim. Yani bunu çok severim. Çok severim. Mən bir sinif yoldaşımın mənə verdiyi hədiyyənin içində aksesuarlarım var. Həm də anamın aksesuarları var. Artıq onları detallı göstərmirəm sizə. Həmçinin də burada aksesuarlarım var. Sizə dedim biraz aksesuarlarımdan göstərim. Belə rəngarənglik var. Biraz da qara, biraz da rəngarənglik. Burada favori parçamı sizə göstərəcəm. İllərdir məndə olan. Bu çox istəyirəm, yəni həqiqətən çox istəyirəm. Bu əsli yay qolbağıdır. Daha sonra burada duxlarımız var. Coco Chanel var. Daha sonra Rose Midnight. Bu Colorful Bomb, Beach Love. Bunu çox istəyirəm. Burada mənim bir dənə şəklim sizi qarşılayır. Burada mən balacıyam biraz. 6-cı, 7-ci sinifdə oxuyaram da, yəni o vaxtlarımda. Yenə aksesuarlarımın olduğu qab. Burada krem var. Eveline-ın. Mənim sevimli darağım var. Aycıqlı. Hər şeyimin aycıqlı olması haqqında. Aksesuarlarımın olduğu qab. Burada üzüklərim var. Burada bəzi balaca qolbaqlarım falandır. Bəziləri də məsələn uşaqlıqda istifadə etdiyim, indi istifadə etmədiklərimdir. Ata bilmirəm. Daha sonra burada yenə duxu. Burada mən sizi qarşılayır. Bəli,
bu dovşanlı və dovşanlı qulaqlarını rezinlə bəzəmişəm. Bu ulduzlu rezinlər təzə almışam. Birisi də simvol olaraq, yəni ulduz favorimdir. Yenə çəhraylı bir şeylər, rezinlərim parıldayan və mən burada bir-iki seplərimdən qoymuşam. Əslində seplərimin çoxsu yəni rəfdədir. Buradakı rəfdə yerləşir. Bu da mənim əlifbamdan olan şəklimdir bu arada. Çox istəyirəm bu şəkli. Bədən, saç spreyi, daha sonra Rexona. Salfetim var mənim. Əsla reklam deyil bu arada. Qutu var. Bu qutunun içində bir sürü Kinderdən çıxan oyuncaqlarım var. Amma bunu bu vlogda eləməyəcəm. Daha sonra açacağıq, göstərəcəyik. Roşkalarımın, rezinlərimin olduğu bir qutudur. Dostlar, başqa ev ləvazimatları var deyə bu şkafı açmayacağım. Burada isə başqa çantalarım, laklarım və yaxud da əlavə aksesuarlar, əlavə yəni nə varsa onlardır. Dostlar, dedim sizə laklarımı da göstəreyim. Burada dırnaq heç vaxt düzəltdirməmişəm. Bəli, hər zaman dırnaqlarım belə olub və yaxud da özüm biraz uzatmışam, amma heç vaxt dırnaq elətdirməmişəm. Bu bir gerçəklikdir. Bu hal-hazırda istifadə etdiyim rəngdir. Təzə almışam özdə. Çox qəşəngdir. Bunun üstünə hal-hazırda etdiyim parıldadıcı var. Çox sevirəm yəni bu zərli olan şeylər. Yəni əsl parti temalı ən sevdiyim bir pink bay olaraq. Da biraz zərlidir, biraz da həm çəhrayı ilə bənövşəyin elə bir qarışığı, amma daha çox bənövşəyidir. Fərqli rəngdir yəni. Bu tonlar daha çox payızda məsələn istifadə olunur. Bu da qırmızı zərdir. Yəni qırmızı lakın üstündən çox qəşəng də gedir. Qırmızı lak demişkən, burada sizə həm anamın, həm də mənim favorim olduğu qırmızını göstərim. Bu 261-dir, bunun 271-i də var. Bilmirəm indi bura qoyub anam ya yox. Bəlkə də özündədir. Burada yenə Ice Color'dan, bu da çox sevdiyim açıq pəmbədir. Yəni bilmirəm, açıq çəhrayını daha çox sevirəm, yoxsa bütün çəhrayını, yəni o suala hələ cavab tapmamışam. Bu çox qəşəngdir həqiqətən. Bu mənim favorimdir. Ən favorim budur zərlərdən. Yenə bir payız rəngi, bu bordodur, bordo rəngdir. Çəhrayı rəng, yenə bu da çox açıqdır. Çəhrayı rəng, lakin bu biraz parıldayır və yəni fərqli bir çəhrayıdır. Mənim laklar arasında ən sevdiyim rəng, yəni çəhrayıdan belə daha çox tərcih eləyərəm əslində bunu. Qara lak, həqiqətən qara lakın dəyəri bilinməlidir. Xahiş edirəm, qara lakın dəyərini bilin, onu dışlamayın. Çox istəyirəm bunu və mən 2021 eralarından belə başladım qara laka olan sevgimi göstərməyə əl-aləmə. Bu cür yəni. Bu arada dostlar, burada da ventilator var. Bəli, isti günlərin qoruyucusu, protektor, diktator. Kilian diktador, Kilian diktador, Kilian diktador. Neysə keçirik mənim məşhur çalışma masama, bəli. İlk olaraq burada bizi Labubu Lətafət qarşılayır. Salam ver Lətafət. Lətafətin ayağına basırıq. Görürsüz. Lətafətdə də slipləyirəm. O mənim ən sevimli dostum. Baxmayaraq labuşdur, amma olsun. Bəli dostlar, burada mənim rəngləməm var. Sizə göstərim. Rəngləmə eləməyi çox sevirəm. Çünki məncə insanın, yəni məsələn, həyəcanını, stressini, gərginliyini hamısını aparır. 2 dənə favorimi qoymuşam bura. Başqa rəngləmələrim də var yoxsa. My Little Pony rəngləməm də var. Daha sonra burada mənim lampamı görürsüz. Bu lampa mənə blok imtahanına, buraxılış imtahanına hazırlaşdığım günlərdə çox yardımcı olurdu. Bəli, bu dostlar mənim Vinettiqamdır. Var, gördüyünüz üzrə bu mənim. Bəli. Şagird Tamila görürsüz. Əsas telefonum var. Sizi Nick Wild salamlayır. Bu qumu da belə qapatmışam. Burada da məsələn tokuları falan var və ən sevdiyim mouse'um. Yəni çox qəşəngdir bu. Sonra burada mənim Blackpink qələm qabım var. Burada içində qələmlər var və bloknotum var. Bu bloknot mənim üçün çox özəldir. Nauşnikim var. Qələmim və bəli, Baby Fox yemişəm dostlar. Mənə tutdunuz, bilirəm. Bəli dostlar, sizin üçün qələm qabımı belə tökdüm ki, yəni burada da nələr var deyə görəsiniz. Bu cür qələm yunan, ağardıcı, qələmlər, karandaşlar, TV Girl, televiziya qızı və favori silgim, pozanım. Yes, qara pişiklər hər zaman bir numara. Sıra gəldi buraya. Sizi burada 2 dənə mənim canım, cigərim, doğuma, ən sevdiyim 2 oyuncağımla tanışdırmaq istəyirəm. Bu Molish, bu da Dolish. Bəli dostlar, ikisində adı var özəl olaraq. Bu mənim nəticəsə belə bir 3-4 aylığımdan bərabər mənimlədir, əziz dostlar. Yəni çox uşaq kimi, körpə kimi görsənir, bəli. Bu da Dolish. Bu da mənim belə bir 1-2 yaşımdan mənimlədir, səhv eləmirəm. Çox şirindilər, çox bəzərmişəm onları görürsüz.
Hətta Molişin dırnaqlarına o vaxtı lak belə çəkmişəm, yəni. Mənim stiçli papağım var. Bu papaq da ola bilər, yəni göz bandı da ola bilər, belə yəni yatanda məsələn istifadə edirlər bu cür. Yəni siz bilin ki, burada otağımda ən 2 dənə özəl olan oyuncaq ən çox bu ikisidir. Çünki uşaqlığımdan bəri mənimlədir. Hətta uşaqkən mən onları hər yerə aparırdım. Yəni hara getsəm, nə bilim istirahətə falan, yay tətilində istirahətə gedirdik və yaxud da ki, nənəgilə gedirdik. Yəni də kiməsə qalmağa məsələn gedirdik, daimgilə gedirdik. Onları özümlə aparırdım. Yəni onlar mənimlə bərabər, yəni mənim hər anımı görən tək oyuncaq ola bilərlər. Dostlar, burada da anı kutum var. Molişə Doliş bu anı kutusunun üzərində oturur. Burada mənim yeni aldığım slime var. Bəzən slime sevdasına düşürəm. 2016, 18 o dövrlərə qayıtmaq istəyirəm deyə slime almışam. Burada yenə mənim qələmlərim var, gördüyünüz üzərə. Burada bunlar hamısı qələm Yunandır. Kayu mənimlə, yəni ibtidai sinifdən bəri mənimlədir bu arada. Burada dovşan var. Daha sonra yenə dovşan. Bu kitabın arasında səhifəyə qoyuları ondandır. Burada Valerian sizi salamlayır. Winx'li bu elə bil ki pomadadır. Bunun florası da var idi, sonra Bloom'unu aldım. Yəni o da silgidir. Daha sonra burada clay var. Burada sizə özəl mən qələmlərimi göstərim. Bu arada Misirdən gəlib. O vaxt sinif yoldaşım mənim üçün gətirmişdi. Bunu da mənim qrup yoldaşım alıb mənə. Bunlar da çox qəşəngdilər. Səhv görmürsüz, tatu var. Bu My Little Pony tatusudur. Bura qoymuşam. Nəsə bu kənarda nələr var idi sizlərə göstərəcəm. Kənardakı bloknotları. Burada bunlar məsələn yapışdırırsınız üstünə, hər hansı bir qeyd yazırsınız. Bundandır. Bu da eyni ilə ondan. Bu cür açılır. Bunları istifadə eləmişəm. Burada da bunlar var. Çox şirindir. Burada bu nədir dostlar? Burada həm rəngləmək olur, həmçinin də bunun elə bir taxtası olur. Bunu belə pozuruq. Buradan fərqli rəsmlər çıxır. Chrome ilə My Melody'dir. Bunun başqa bir versiyası var. Onu da göstərəcəyəm. Daha sonra burada BTS-li bloknotum var. Rənglərdə ürəkli qeyd kağızlarım var. Və bu sevimli bloknotum. Bunu həqiqətən çox sevirəm. Bəli dostlar, indi də sizə bu ikisini göstərəcəyəm. Burada stiçli bloknotlarım var. Bunların heç birini hələ ki istifadə etməmişəm, amma edəcəyəm. Ağlımda qəşəng ideyalar var. Yenə stiçli sticky note. Bunu mənə dostum almışdı. Çox sevirəm. Və kapibara. Bəli dostlar, kapibaralı sticky notlarımız çox xoşum gəlir. Bu sticker kitabıdır. Gəlin sizə göstərim bir-bir. Bəzilərini istifadə etmişəm. Modum. Və yenə dostumun aldığı bu cür gözəl şahəsər var. Əziz dostlar, çox istəyirəm bunu da. Yəni istifadə eləməyə rəsmən qıyamıyorum arkadaşlar. Bura nə qoymuşam? Bu mənim çoxdan istifadə etdiyim bir qələm qabıdır. Burada xətkeşlərim var. Bu I love you. Qeyd qabları yox. Burada pişikli. Mən çəkmişəm bu qaş gözü, əziz dostlar. Çox gözəl olub məncə. Adi Oyalın. Səhv tutmuşam. Oyalın xətkeşi. Və son favori xətkeşim Pinkie Pie'lı xətkeş. Həqiqətən çox istəyirəm onu. Sərinlətici var, yay günlərin qoruyucusu. Bu hamımızın bildiyi tıklama. Bunu mən özüm almışam. Bəli. Heç kim mən almayıb. Mən özüm almışam. İllərdir favori olan, bunun əvvəllər işığı yanırdı. İnanırsınız belə yazanda buradan işığı yanırdı. Daha sonra olmadı. Burada da içində boncuklar var. Vak ördək. Sizə telefon üçün qələmdir, əziz dostlar. Və 2 ədəd qayçım. My dark side, my soft side. Və sizə ən böyük qələmimi göstərmək istəyirəm. Bəli dostlar, bu xaricdən gəlib mənə. Yəni bu hədiyyədə çox sevirəm də bunu. Həqiqətən bununla yazmaq ayrı bir olay. İmzamı çəkdim dostlar, sağ olun. 1 hour later. İstədiyim boy fərqi. 2 hours later. Bəli dostlar, deməli bu rəfdən başlayıram sizlərə. Burada kənarda bir Toy Story-nin bu cür kartı var. Bu McDonald's-dan çıxmışdı, Happy Meal Star. Çox istəyirəm bunu görsək. 2017, yəni 2017-dən qalma bir oyuncaqdır. Daha sonra canımız Rarity. Çox elegant, çox mükəmməl, uşaqlığımın da favorisi. Həmçinin ən sevdiyim burlokum Pinkie Pie
və Equestria Girls-dan Rainbow Dash. Bu o qədər gözəldir ki, o vaxtı bundan daha çox alardım, yəni bu Kinderdən. Bunun saçını kəsmişəm mən. Çox pis haldaydı. Yəni uzun müddət saxladığıma görə. Yəni bu həm saçının darağıdır, həm də bu cür dayanacağı. Burada əziz dostlar, mənim saqqızlarım var. Bu reklam deyil də. Sonra sizə trollümü göstərim. Çox mırtdır da, yəni bu mırt karakterdir. Sizə indi Peppa Pig ailəsini göstərirəm. Roblox oynayanlar 2020-dən bəri Piggy-ni bilərlər hər halda. Burada Squishy Labubu var. Yeni il temalı Şaxta Baba Labubu və Squishy olaraq bir də Kuromi Squishy'miz var. Mira. Dostumla bərabər almışdıq bunu. Sizi indi Lollipop'um hamsterimlə qarşılayıram. Bəli dostlar, bu hamster illərdir ki mənimlədir və Türkiyədən daim mənim üçün gətirmişdi daimgil. Daim qızlarında da var. Çox yumuşaqdır dostlar və bundan əməlli başlı banan iyi gəlir. Çox qəşəng qoxuludur. Bunlar o vaxtda çox populyar idi. Yəni mən sizə deyirəm 2016-18 bu vaxtlarda, yəni 18 hər halda Pick Me Pops idi adı. Let's go bananas. Hadi çılgınca eğlenelim. Adı da Hobnob'dur dostlar. Burada bu cür Pet Home heyvanların evi var. Burada da itim və dovşanım var dostlar. İndi isə sizə canım pişiklərimi göstərim. İkisi də bir-birindən efso. Bu brulok kimidir və peluşdur. Bu isə bu cür fiqur olaraq. O vaxtların populyar olan Pupsy Sparkly Critters oyuncaqlarından. Bu Grumpy Cat var, tək boynuzlu pişiyi. Bunun elə bil ki yeməyi də var idi, slime formasındaydı. Onu yeyirdi burada ağzından. Daha sonra da içində belə-belə çalxalayırdıq və sonra slime formasında yaradırdı yəni bu. İçində slime düzəltmək üçün balaca mayelər var idi. Onunla çox qəşəng hazırlayırdıq. Və dostlar, sizə LOL bəbəklərimi də göstərmək istəyirəm. LOLlar bilirsiniz ki, o vaxtın popülərləri idi. Bu böyükdür. Bunlar da balaca. Hələ bir-ikisini vermişəm, nə bilim, qohumlardan uşaqlara. Bu arada bunun gözlərinin rəngi dəyişir. Bu da əvvəllər işıq saçırdı, lakin indi işıq saçmır maalesef. Amma sağ-salamat qalıb. Adopt Me kartım McDonald's-dan çıxır. Yaxın dostumun verdiyi tisbağa, Tospik. Və uzaylı Messi, bu qaranlıqda işıq saçır bu arada, yəni gecələri və Messi forması var. Və matroşkalarım sizin üçün bu cür açdım göstərim Rusiyadan. Favori. İlk olaraq sizi mənim Lada 2106 06'larım və 07'm qarşılayır. Çünki çox sevirəm. Bəli, düz eşitdiniz. Burada Pinkie Pie sürür bunu. Görürsüz. Pita çox. Bitiş. Kukla kimi o vaxtı gəlin olurdu toyda belə. Kukla qoyurdular qabağına. Bravo'dan belə unicorn misket var. Bu içindəki yəni misketdir. Bu da belə. Həm topdur, həm də belə figur. Daha sonra burada mənim təsbihim var. Bakıl balası. Bəli. Əvvəlki videolarımızdan sizə tanış olan Kapibara, Pəmbi, ən yaxın dostumun mənə verdiyi motivasyon. Belə bir oyuncağım var. Bu yenilərdən. Amma çox şirindir. Belə də papağı var. Daha sonra yenə əvvəlki videolarımızdan bildiyiniz Kapibara yeşil sulfat. Ankara Messi, 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 gol 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 gol. Yanında da bu var idi. Qola taxmalıq Barcelona. Yenə Squishy yaxın dostum almışdı. Çox qəşəngdir. Və Goldların bildiyi Nupagadi dostlar, dovşanı və canavarı. Həqiqətən ikisi də ən favori oyuncaqlarımdandır. Uşaqlığımdan bəri ikisi də mənimlədir. Çox istəyirəm də, yəni bu çizgi film həm ən sevimli çizgi filmdir, ən sevdiyim, həmçinin də bu ikili. Evrənlər karışdı hocam. Çox bu ikisinin vibe'ını verirlər həqiqətən. Yəni tıpatıp eyni. Сердце мое, да, дорогой, солнце мое, да, дорогой, люблю тебя, серьезно, любишь меня, да, да. 2000 years later. Burada gördüyünüz üzere Stranger Things karakterleri var. Max'in Happy Meal'den kutusu, Steve Legosu, Steve Robin, Dustin Upside Down, Demogorgon, Hopper, Dustin, Max'in bu McDonald's'dan çıxan versiyasıdır. Arxada da Max'in burluku var. Bu cür. Hopper Upside Down versiyası, Max Upside Down, Steve, ən çox istədiyim, Erika və yenə Dustin.
Bəli dostlar, o rəfdəki oyuncaqlarımı belə sıraladım. Burada ayıcıqlarımız var, Teddy-beyə, hətta ayıcığımıza bu cür paltar belə almışam. Daha sonra burada mənim 1 yaşımdan bəri mənimlə olan Milka oyuncağım. İlk oyuncaqlarımdandır həqiqətən. Həm də orijinal. Çox sevirəm. Burada bir ədəd lavabomuz var. Yaxın dostum almışdı. Daha sonra superherolar McDonald's'dan. Çox şirindilər. Və Barbie'lərdən burada Chelsea var. Barbie'nin bacısı. Bunun hətta qara saçlısı da var idi. Sadəcə olaraq qohum uşağına verdim deyə hal-hazırda aramızda deyil. Burada mənə oxşayan bir şirin Barbie var. Bunu çox istəyirəm. Çox şirin paltarı da var. Və daha sonra da burada Annamız var. Frozen'ın. Bəli dostlar, burada da 2 dənə diva var. Hətta yanında bir cür darağı da var. Burada da koca kafalı bir kız var. Bu kızı çok istəyirəm. Həqiqətən çizgi film karakteri kartonun içindən çıxıb sanki. Çox şirindi. Bəli dostlar, burayı açan kimi bloknotlarımız, kabrolarım, hətta lato, bu cür istifadə olunacaq ləvazimatlar, foto albumlar, rəngli karandaşlarım, pastel boyalarım, plastilim belə hamısı buradadır. Bunlar haqqında və digər rəf haqqında, yəni bu rəf haqqında bütün məlumatları başqa bir videoda əldə edəcəksiniz. Çünki bu videoya yerləşməyəcək. Burada qısaca deyim ki, mənim abituriyent vaxtları, yəni buraxılış blok imtahanına hazırlaşdığım vaxtlar olan dərsliklərim, test tapşırıqlarım hamısı buradadır. Bu fayllarda da bu cür Popitdə görən kimi 2021-ə qayıtdıq, bəli. Burada da qələmlər var, hətta orada oyuncaq silah və sır paketimiz belə var yəni. Və bu rəfdə dostlar, kitablarım var, bu cür. Çox kitab oxuyan birisi deyiləm, sadəcə 1-2 kitablar burada mövcuddur. Olimpiyada ayıcıqlarım var. Burada kitab sərgisindən Happy Birthday şamım, kapibara, bir də çox və Şaxta babamız yenə. Burada da Şaxta babanın bu cür qatarı var. Çox qəşəngdir. Bunu da istədim sizə göstərim. Tamilla yazılan, adım yazılan karandaşdır. O vaxtı Şəkixan sarayına getdiyimizdə bu cür karandaşlar hələ təzə-təzə, yəni yeni çıxırdı. Etdirmişik bunu da. Çox qəşəngdir, qırmızı. Burada not dəftərlərim yenə var. Sizə göstərəcəyəm birazdan. Qurani Kərim. Daha sonra Hermione Granger'ımız və burada da xəzinə var, sandıq. Pinkie Pie, yaxın dostum çəkmişdi. Bunda yaxın dostum alıb bu arada. Burada da mevsimiz Şəkil, Quad, keçi və Mirzə Ələkbər Sabirin Bacı Kiçik şeirlər kitabı və yaxın dostum aldığımız Squishimiz. Bəli dostlar, sizin üçün bu yuxarıya da çıxdım. Dedim ki, buradaki peluşlardan da biraz göstərim. Burada çeburashkamız var. Mən bu arada buradan kepkalarımı asmışam. Belə. Yəni, xəbərdarlıq. Çibuş neçə illərdir mənimlədir. Ən sevdiyim də karakterlərdən, personajlardan biridir. Burada bantik qoymuşam ona. Daha sonra burada belə şirin dovşanımız var. Çox istəyirəm. Sonra burada Stitch'imiz var. Günlərin sevimli qəhrəmanı. Daha sonra burada pingvinimiz var. Çox şirindir. Bunun da bir ötə tayı burada yerləşir. Bəli dostlar, burada Ever After High izləyənlər həmən başa düşdü. Gördüyünüz kimi Pamuk Prensesin qızı Apple White və Raven burada. Əslində kötü karakter. Amma mən çox sevirəm. İkisi də mükəmməl bir dərəcəsində, yəni ən sevdiyim kuklalarımdandır və ekləmlidirlər. Yəni əməl başlı hər bir şey tərpənir. Bu qızı da çox istəyirdim bu arada. Məncə bayağı da bənzəyirlər. Burada bilmirəm Doktor Hanımı izləyənlər var ya yox. Odur bu. Amma yəni fərqli geyimdədir. Onun karobkasını dəyişdim. Buraya qoymuşam. Bunların yanına qoymuşam. Daha sonra burada Kuzya var. Bu Kuzya mənimlə həm son zəngə gəlib, həmçinin də əlifbama, yəni bu mənim əlifbama alındığı üçün son zəngdə də bunu aparmışdım simvolik olaraq. Burada həmçinin klonumuz var. Bu cür fərqli bir oyuncaqdır. Klonları bu arada çox sevirəm. Bəzən qorxuram, amma bəzən də çox sevirəm. Burada Barbie'lərim var. Yəni
Üstlərindəki geyim olsun, paltarları olsun, o qədər qəşəngdilər ki, və burada da bəbələri var. Çox qəşəngdilər də, yəni. İkisi də favori. Zəngin vibe verirlər, yəni. Üstlərində də Elizabeth pişiyim və Pitaçok. Bəli, hər yerdən donuz çıxır. Burada isə eyni korobkaya sığdırdığım Anna və Ariel var. Ariel'in saçları biraz çəhrayıya kayıb, amma geyimi tam oxşuyur özdə. Anna da çox qəşəngdir, geyimi də tam oxşuyur. Burada da bir dənə cütlüyümüz var dostlar. Tək Kenim bu arada budur, yəni tək oğlan budur. Başqa hamısı qız. Burada anamın dövründən qalma ayıcıq. Çox şirindir. Köynəyi də mənim köynəyimdən eynidir. Matros köynəyi. Daha sonra burada trolümüz var. Bizi qarşılayır. Aşqa kuşku trolümüz. Bunu gördünüz. Çəhrayları bir yerdə qoymuşam. Azərbaycan bayrağı. Au! Bir doktorumuz var. Bu arada Sovet dövründən qalma oyuncaqdır. Anamın uşaqlığını görmüş oyuncaq. Bu dövrdə tapılmaz. Burada da mənim ən çox istədiyim və mənim üçün ailəmin aldığı Bella. Bella'nı ümumiyyətlə çox istəyirəm prenseslərdən, Disney prenseslərdən favorimdir. Çox şirindir. Burada da əziz dostlar, yenə mənim gözəl Barbie'lərim, özəl Barbie'lərim, Witch Queens. Bunun da çizgi filminin adı deyəsən Enchantress idi. İndi deyə bilmirəm, onu tam. Sincapdır da bu qız, sincap qız. Bunlar da 2 dənə Barbie'dir. Hamısı da eklemlidir. Çox sevirəm. Bəli dostlar, bugünlük videom bu qədər. Otağımın tamamını, yəni sizə tanıtdım və oyuncaqlarımın 50%-ni görmüş oldunuz. Yəni burada şkafda olanların hər birisini sizin üçün danışdım. Ümid edirəm yenə başqa bir video çəkərəm və bu başqa bir videoda da daha da, yəni digər 50%-ni də 50-50 məsələsi, digər 50%-ni də göstərə bilərəm inşallah. Və daha çox maraqlı kontentlər və yaxud da istədiyiniz başqa videolar varsa, yəni çəkməyə çalışacağam və siz də video fikirlərinizi mənə şəxsdən bildirməyə və yaxud da ki, burada sosial media hesablarımı qoyaram və yaxud da ki, kommentariyada bildirməyi unutmayın. Bugünlük videomuz bu qədər. Yeni videolar yenidən gələcək, yəni gözləmədə qalın. Yenidən videolar atacağım. Vloglar atacağım. Çünki artıq yay tətilindəyik. Yəni əlimdən gəldiyi qədər bura videoları dolduracağım. Allahım, danışa bilmirəm. 1 hour later. Bəli dostlar, videomuz bu qədər idi. Ümid edirəm bəyənmisiniz. Kanala abunə olmağı, like atmağı və kommentariyada bütün fikirlərinizi yazmağı unutmayın. Dəstək olmağı da unutmayın. Etməsəniz də heç nə olmaz, can sağlığı. Sağ olun, salamat qalın. Yenidən sizlərlə görüşənədək.